Adım Güləm. Bugün sizə filmlərdə tez-tez işlənən 3 super ifadələri göstərəcəm. Bu ifadələr gündəlik danışıqda tez-tez istifadə olunur və siz bunları öyrənib istifadə etsəz, daha təcrübəli səslənəcəksiniz. Filmlərdən öyrənmək həm maraqlı, həm də ki, çox effektivdir. Hazırsınızsa, başlayaq. İlk ifadəmiz you got this. Bu ifadəni biz kiməsə motivasiya vermək üçün istifadə edirik. Yəni, sən bacaracaqsan deməkdir. You got this! İkinci ifadəmiz isə I'm on it. Yəni, bu iş mənlikdir. Bu işə başlamışam mənasını verir. I'm on it. Məsələn, deyək ki, ofisdə işləyirsiniz və manager sizə deyir ki, we need to send this email. Siz də I'm on it cavabını verirsiniz. Üçüncü ifadəmiz no way. Biz bunu təəccüblənəndə və ya nəyəsə inanmayanda istifadə edirik. No way. Claro que no. Məsələn, deyək ki, bir dostunuz sizə deyir ki, Hollywood aktyoru ilə tanış olub. Siz də inanmırsınız və no way reaksiyasını verirsiniz. Tərcüməsi isə yox, daha nələr və ya inanmıram və ya ola bilməz kimi də tərcümə edilə bilər. Və sonda, gəlin bu üç ifadəni birlikdə təkrar edək. Sizdən mənimlə ucadan deyin. You got this. I'm on it. No way. İndi isə bu ifadələrin birini seçin və şərhlərdə onunla cümlə qurun. Beləliklə, yazı həm də ki, təfəkkür bacarığınızı inkişaf etdirmiş olacaqsınız. Videonu bəyəndinizsə, like edin, kanala abunə olmağı unutmayın və dostlarınızla paylaşın. Unutmayın, ingilis dilini öyrənmək, filmə baxmaq kimi əyləncəli və maraqlı ola bilər. Növbəti videolarda görüşənədək.